Hörmətli tədbir iştirakçılarımız, hər birinizi salamlayıram. Bugünkü Konstitusiya günü ilə bağlı tədbirimizi himnimizin sədaları altında açıq elan edirəm. Respublikamızda Konstitusiya günü kimi qeyd olunur. Konstitusiyamızın qəbul olunmasında ümumilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın həyatında yaxşı mənada bir dönüş nöqtəsi yaratdı. Heydər Əliyev həmişə öz çıxışlarında bildirirdi ki, biz Respublikamız üçün elə bir konstitusiya qəbul etməliyik ki, hüquqi, dünyəvi və sivilizasiyalı bir dövlət yaratmaq üçün həmin qanunlar əlimizdə əsas olsun. Və beləliklə, geniş ictimaiyyətin iştirakı ilə 1995-ci noyabr ayının 12-sində Azərbaycan Respublikasının konstitusiyası qəbul olunur. Həmin konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyamızın hüquqi fəlsəfəsində bir ali məqsəd var. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı. Bugünkü gündə Respublikamızın prezidenti cənab İlham Əliyev Heydər Əliyevin davamçısı olaraq həmin qanunların tam şəkildə icrasını təmin edir. Bugün Konstitusiyamızın qəbul olunmasından 20 il keçir. Demək olar ki, bizimki bugünkü tədbirimiz sizinlə yubiley tədbiridir. Və cənab İlham Əliyev həmişə öz çıxışlarında bildirirdi ki, Azərbaycan Respublikasının konstitusiyasının qanunlarını mən Azərbaycan vətəndaşıyam deyən hər bir şəxsin əməl etməsi vacibdir. Bugünkü gündə biz sizinlə bu söhbətlər, müzakirələr aparacağıq. Ona görə də sizin fikirləriniz bizim üçün çox önəmlidir. Çünki siz şagirdlər bizim gələcəyin alimi, həkimi, mühəndisi, siyasi xadimləri məhz sizlərsiniz. Ona görə də müzakirə üçün sözüm slayda baxandan sonra sözü sizlərə verəcək. Ona görə də qısaca olaraq Konstitusiyamızın tarixinə nəzər salıb, ondan sonra müzakirəmizə başlayaq.
12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-sində keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-sindən qüvvəyə minib. Artıq 18 ildir Azərbaycan noyabrın 12-sini Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə Respublikanın 4-cü Konstitusiyasıdır. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Konstitusiya quruluşunun tarixi isə SSR dövrünə təsadüf edir. Azərbaycanın ilk konstitusiyası 1921-ci il mayın 19-da 1-ci Ümumi Azərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılması yeni redaksiyası 1925-ci il martın 14-də 4-cü Ümumi Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSR Konstitusiyasına uyğunlaşdırılmışdı. Azərbaycan müstəqilliyi əldə etdikdən sonra yeni konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb. Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-sində referendumla müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olunub. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaradılıb. Konstitusiya günü bayram kimi qeyd olunsa da noyabrın 12-si iş günüdür. Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sisteminin əsaslarını təsbit edir. Konstitusiyalar iki əsas növə bölünür: yazılı və yazılmamış. Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur. Yazılmamış konstitusiyalar isə ali qanun normaları, çoxlu sayda akt, həmçinin adətlərdən təsbit olunub. Dünyada konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan azadlıqların böyük toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə Amerika Birləşmiş Ştatlarının konstitusiyasıdır. Hörmətli şagirdlərimiz, hamımız konstitusiyamızın maddələrini bilirik. Gəlin də ayrı-ayrı da həmin maddələrə keçid alaq. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə uyğun olaraq hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlakdan öz istədiyi kimi istifadə etmək, ona sahib olmaq və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və xüsusilə müdafiə olunan bir qanunudur. Mülkiyyət hüququ özü üçün sürdən ibarətdir. Sahiblik hüququ dedikdə əmlaklar faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş ən geniş imkanıdır. İstifadə hüququ əmlakdan, yəni onun hər hansı bir faydalı xassəsindən istifadə etmək, həm belə ondan faydalanmaq kimi nəzərdə tutulan ən geniş hüquqi cəhətdən istifadə olunmuş imkanıdır. Sərəncam hüququ isə əmlakın hüquqi müqəddəratını təyin etmək, hüquqi cəhətdən təyin edilmiş imkanıdır. Bütün növ daşınan və daşınmaz əmlaka sahibliyi həm hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası sahibliyi edirlər. Lakin bir növ əmlaklar vardır ki, onlara hüquqi və fiziki şəxslər mənsub ola bilməzlər. Onlara isə bunlar daxildir: silah və sursat istehsal edən müəssisələr, hərbi təyinatlı qurğular, döyüş təyinatlı radioaktiv qurğular və o cümlədən qiymətli kağızlar istehsal edən mənbələr və qiymətli xammal istehsal edən qiymətli metallar və onları ərsəyə gətirən müəssisələr. O cümlədən də Milli və Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliklərinin əmlakı, bütün və sadaladıqlarımız istisna olmaqla və hüquqi və fiziki şəxslər istənilən halda bütün əmlaka sahibliyi edə hüququna malikdirlər. Bundan başqa, hüquqi və fiziki şəxslərin, o cümlədən bələdiyyələrin mülkiyyətində olmayan təbii ehtiyatlar məhz dövlət mülkiyyəti hesab olunur. Dövlət büdcəsi məhz dövlətin Azərbaycan Respublikasının mülkiyyətidir. Mülkiyyətin özəlləşdirilməsi qanuna uyğun olaraq dövlət həmin bu mülkiyyəti hüquqi və fiziki şəxslərin əmlakına xüsusi sənəd vasitəsilə təsdiq edib onun əmlakına keçirirlər. Və vərəsəlik hüququ isə vərəsəlik ölmüş şəxsin və ya miras qoyanın ölümündən sonra onun əmlakının ayrı-ayrı şəxslər üzərində bölüşdürülməsidir. Və bu bölüşdürülmə zamanı həmin ölənin yaxın adamlara və o cümlədən də bir sıra şəxslər vardır ki, onlar burada məcburi pay almaq hüququna malikdirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə bütün vətəndaşların hüquqi vəzifəsidir. Vətənin müdafiəsində iştirak etmək vətəndaşın hüquqi vəzifəsi ilə bərabər həm də onun müqəddəs mənəvi borcudur. Azərbaycan Respublikası həqiqi hərbi xidmətə çağırışın əsasları 1992-ci il 10 iyun tarixli qərarla qəbul edilmişdir. Hərbi münasibətdəki şəxslər aşağıdakı kateqoriyaya bölünürlər. Çağırışa qədərki yaşlılar, çağırışçılar, hərbi qulluqçular və hərbi vəzifəsi olmayanlar. Azərbaycan Respublikasında müəyyən hüququ olmayan 18-35 yaşına kişi cinsinə olan vətəndaşlar hərbi xidmətə çağırırlar. Hərbi xidmət müddəti aşağıdakı kimidir. Matroslar üçün 2 il, alternativ xidmət 2 il, ali təhsil alanlar üçün 1 il, yerdə qalan bütün adi əsgərlər üçün 1 il 6 ay. Əgər vətəndaşın əqidəsi həqiqi hərbi müddət xidmətinə ziddirsə, o zaman həqiqi hərbi xidmət alternativ xidmətlə əvəz olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur. İnsan özünün fəaliyyəti prosesində ətraf mühitlə təmasda olur. Hər kəs ətraf mühitin qorunması vəzifəsini yerinə yetirməlidir. Ətraf mühitin qorunması haqqında 1999-cu il 8 iyun tarixində Azərbaycan Respublikasının Konstitusiyasında qəbul olunmuşdur. Bunun məqsədləri aşağıdakılardır. Ekoloji təhlükəsizliyin təmin edilməsi, ekoloji sistemlərdə təsərrüfatın və başqa fəaliyyətlərin zərərli təsirinin qarşısının alınması, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbiətdən səmərəli istifadə. Ətraf mühitin dedikdə insan fəaliyyətindən asılı olmayaraq canlı və cansız təbiətin məzmunu nəzərdə tutulur. Ətraf mühitə zərər verən şəxslər mülki, inzibati, cinayət məsuliyyətinə cəlb olunurlar. Konstitusiyamızın 74-cü maddəsinə əsasən vəzifəyə seçilmiş icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməyə görə məsuliyyət daşıyırlar və qanunla nəzərdə tutulmuş hallarda and içirlər. Qanunvericiliyə əsasən vətəndaşlar qanunvericilik, icra və ya hakimiyyət orqanlarına seçki yolu ilə seçilə, təyinat yolu ilə təyin oluna bilərlər. Yalnız yüksək mənəviyyata malik, öz sahəsini yaxşı bilən şəxslər bu vəzifələrə təyin olunurlar. Xalq bu vəzifəli şəxslərin vasitəsilə dövlət hakimiyyətini həyata keçirdir. Yüksək etimad göstərilən bu şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməyə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən və müvafiq qanunlarına görə bu şəxslər, aşağıdakı şəxslər işə başlamazdan əvvəl and içməlidirlər. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, vəkillər, polis işçiləri, prokurorluq işçiləri və məhkəmə icraçıları. По статье 25 Азербайджанской Республики равноправны перед законом и судом. Мужчина и женщина имеют одинаковые свободы и законы. Независимо от расы, национальности, пола, языка, все равноправны. Никому не может быть нанесен ущерб предоставлению льгот и привилегий, либо отказано от предоставления льгот и привилегий по вышеуказанным основаниям. Каждому предоставляется одинаковые права в государственных органах. Konstitusiyanın 75-ci maddəsinə əsasən hər bir vətəndaş öz dövlət atributlarına hörmət etməlidir. Dövlət atributları dedikdə ger, himn və bayraq nəzərdə tutulur. Bunlara göstərilən hər bir hörmətsizlik qanuni olaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Respublikasının 1991-ci il 5 fevral 17-12-ci qanun ilə çıxarılmışdır. Azərbaycan bayrağında olan göy rəng türkçülüyümüz, qırmızı rəng demokratiya, müasirlik, yaşıl rəng isə İslamın simvoludur. Azərbaycan Respublikasının dövlət gerbi Azərbaycan Respublikasının müasirlik rəmzidir. O, 1992-ci ildə 460 nömrəli qanun ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının dövlət himni Azərbaycan dövlətinin müstəqillik və milli birliyini təsdiq edən müqəddəs rəmzdir. Azərbaycan Respublikası 27 may 1992 tarixli 142 nömrəli qanun ilə təsdiq edilmişdir. Konstitusiyanın 37-ci maddəsinə əsasən hər bir vətəndaşın özünün istirahət hüququna malikdir. Hər bir vətəndaş insan hüquqları haqqında ümumi bəyannamədə
24-cü maddəsində bildirilmişdir ki, hər bir insan öz işinin səmərəli şəkildə məhdudlaşması və vaxtaşırı məzuniyyətin ödənilməsinə daxil olmaq şərti ilə istirahət və asudə vaxt hüququna malikdir. Bu baxımdan Azərbaycan Konstitusiyasında hər bir vətəndaşı özünün istirahət hüququna malik olmasını bildirilmişdir. Konstitusiyaya əsasən əmək müqaviləsi ilə işləyənlərə ən azı 8 saatdan çox olmayan iş günü və bayram günləri, istirahət günləri verilmişdir. İş günü ərzində işçilərə istirahət və nahar fasiləsi verilmişdir. Hər bir işçiyə həftələr arası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılır. Həftələr arası istirahət günlərinin sayı 5 günlük iş həftədir isə 2 gün, 6 günlük iş həftədirsə 1 günlük olmalıdır. Həftəlik fasiləsiz istirahət günləri 42 saatdan az olmalıdır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişləri vaxtında ödəmək hər kəsin borcudur. Vergi fiziki və hüquqi şəxslərdən tutulan məcburi, fərdi və əvəzsiz ödəniş növüdür. Vergi orqanları tərəfindən keçirilən yoxlama növləri kommunal və ya səyyar ola bilər. Kommunal yoxlama növlərində vergi əməkdaşlı orqanları yerlərə getmirlər. Onlar vergi ödəyicilərinin təqdim etdiyi sənədlərlə kifayətlənirlər. Bu qanunları pozan Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət hesabı cəlb olunur. Konstitusiyamızın 60-cı maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Hüquqi yardım almaq hüququ Azərbaycan Respublikası beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş öhdəliklərdən irəli gəlir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı və yaxud da cinayətlə ittiham olunduğu zaman onların müdafiəçisinə, yəni vəkillər onlara yardım etmək hüquqları var. По статье 28 Конституции каждый обладает правом на свободу. Право на свободу может быть ограничено только в предусмотренном законом порядке путем задержания, ареста, лишения свободы. Задержание в порядке уголовного преследования может быть в порядке в следующих случаях. Если лицо подозревается в совершении преступления, если лицо предъявлено обвинением и так далее. Лицо, не достигшее 18 лет, инвалидов первой и второй группы, женщины, достигшего 60 лет, мужчины 65 лет. Граждане Азербайджанской Республики имеют право в любое время возвращаться в свою страну. Konstitusiyamızın 34-cü maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Ətraf mühit dedikdə, yəni yerüstü və yeraltı sular, atmosfer havası, bitki və heyvanlar aləmi başa düşülür. Heç kəs ətraf mühitdə təbii ehtiyatlara qanunla müəyyən edilmiş əhədlərdən artıq təhlükə və zərər yetirə bilməz. Dövlət yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərin qorunmasına təminat verir. Konstitusiyamızın 27-ci maddəsinə əsasən hər bir kəsin yaşamaq hüququ vardır. Yaşamaq hüququ insanın doğulması ilə başlayır və ölüm anı ilə başa çatır. Beynin fəaliyyətinin dayanması insanın ölüm anı sayılır. 1998-ci il 10 fevral tarixində mərhum prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə ölüm cəzası ləğv olundu. 1993-cü ilin iyun ayında isə bütün ölüm cəzalarının icrası dayandırıldı. Mərhum prezidentimiz ölüm cəzası ilə
bağlı mərhum prezidentimiz Heydər Əliyev Milli Məclisə etdiyi müraciətində belə deyil. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının dayandırılması Azərbaycan necə demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla addımladığını bir daha sübut edir. Konstitusiyamızın 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil alma hüququ vardır. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu 1998-ci ildən müzakirəyə verilərək nəhayət 2009-cu il 19 iyun tarixində fərqli qəbul edildi. Qanunun qəbulu ümumili lider Heydər Əliyev cənablarının təhsil sahəsində apardığı islahatın tərkib hissəsidir. Təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının vətəndaşlarının ümumi icbari orta təhsil hüququna dövlət təmin edir. Ümumi orta təhsil pulsuzdur və 9 illikdir. Azərbaycan Respublikasında milli və dini mənsubiyyətindən, sərhəddindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq vətəndaşların təhsil alma hüququna təminat verilir. Azərbaycan Respublikasında əlavə təhsil, hadisəsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla aşağıdakı istiqamətləri əhatə edir. İxtisas artırma, yaşlıların təhsili, dərəcələrin yüksəldilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, staj keçmə və kadrların təkmilləşdirilməsi. Vətəndaşlar təhsili müxtəlif formalarda ala bilərlər, əyani formada, qiyabi formada, sərbəst və distant formada. Tədris Azərbaycan dilində aparılır və bəzi vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq xüsusi formada ümumi təhsil məktəblərində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris olmaqla tədris bəzi digər dillərdə də aparıla bilər. Azərbaycan Respublikasında pullu və pulsuz, qeyri-dövlət və qeyri-dövlət tədris müəssisələri vardır. Tədris müəssisələrinə ümumorta tədris müəssisələri, peşə məktəbləri və peşə liseyləri, yardıma ehtiyacı olan uşaqların təlim-tərbiyə müəssisələri və orta ixtisas məktəbləri də daxildir. Konstitusiyanın əsas maddəsi budur ki, maddiyyatından asılı olmayaraq şəxslərin istedadı varsa, bu şəxslər dövlət vasitəsilə təhsil ala bilərlər. Konstitusiyamızın 41-ci maddəsinə əsasən hər kəsin öz sağlamlığını qorumaq və tibbi yardım alma hüququ vardır. Ölkə vətəndaşları xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və s. digər bu kimi hallarda tibbi yardım alma hüququna malikdirlər. İdmanla məşğul olan uşaqlar, tələbələr, yeniyetmələr, əlillər və pensiyaçılar dövlət tibb müəssisələrində pulsuz tibbi müayinədən keçə bilərlər. Ətraf mühitin çirklənməsi nəticəsində vətəndaşların sağlamlığına vurulan ziyan qanunla qəbul edilmiş qaydada ziyan vuran fiziki və hüquqi şəxslər tərəfindən ödənilir. Vətəndaşlıq hüququ Konstitusiyanın 52-ci maddəsinə əsasən təsdiq edilmişdir. Vətəndaşlıq Konstitusiyanın ən mühüm göstəricilərindən biri hesab olunur. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun 1998-ci 30 sentyabr tarixində qəbul edilmişdir. Hər bir Azərbaycan Respublikasının vətəndaşlığında olan qaçqınlar da öz doğma torpaqlarına geri qayıtmaq üçün geri qayıtmaq şansını əldə etmişlər. Çünki onların Azərbaycan Respublikasının vətəndaşlığı olmaq üçün sənədləri vardır ki, həmən sənədlərdə olmaq haqqında şəhadətnamə, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında olan şəxsi vəsiqəsi və vətəndaşın pasportu vacibdir. Əgər Azərbaycan Respublikasının şəxsi vəsiqəsində olan əsas növlər bunlardır ki, şəxsi vəsiqəsi ilk öncə 16 yaşına çatana qədər olan şəxslərdə olur və 16 yaşından sonra şəxslər verilir. Pasport isə 18 yaşına çatmış vətəndaşlarda olur ki, həmən pasport müxtəlif xarici ölkələrə getmək üçün əlverişli hesab olunur. Əgər hər hansısa bir əcnəbi vətəndaş 5 il müddətində Azərbaycan Respublikasında yaşayırsa və Azərbaycan Respublikasının dilini bilirsə, vəsiqəni təqdim etmək məcburiyyətindədir və onunla da Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmiş formada olur. Əgər Azərbaycan Respublikasının vətəndaşlığından əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan qəsdən saxtalaşdırılmışsa və ya saxta sənəd təqdim etmişsə, onda həmişə Azərbaycan Respublikasının vətəndaşlığından vətəndaşlıq istəyini itirmiş olur.
Bu bayram münasibətilə bir daha hər birimizin bayramını təbrik edirəm və sözü məktəbimizin müdəfdə yaşamaq edirəm. Konstitusiya hər bir dövlətin ana yasasıdır. Dövlətin bütün qanunları konstitusiya əsaslanır. Azərbaycan tarixində ilk dəfə olan Hüseyin Azərbaycanın konstitusiyası 1995-ci ilin 12 noyabrında qəbul edilib və bu 12 noyabr konstitusiyasının 20 illiyini bugün qeyd edirik. Həm də bu konstitusiya necə ki, bugün Hüseyin Azərbaycanın Seydər Əliyevin, Dünyəndərin Seydər Əliyevin şəhərsəri sağladığı kimi konstitusiyada edərək bu konstitusiya kimi tanınır. Və gənc bir ölkə olmasına baxmayaraq, Azərbaycan konstitusiyasında verilmiş həm bölmələr, həm maddalar ki, siz burada bir-bir onları şərh edərdiniz. Bunlar dünyanın ən inkişaf edilmiş ölkələrdə olan konstitusiyalarından eyni hüquq və azadlıqlar verir Azərbaycanın hər bir vətəndaşına. Yetər ki, hər birimiz öz hüquqlarımızı tanıyaq, yetər ki, hər birimiz öz hüquqlarımızı bilək və nə qədər ki, hər bir vətəndaşı öz hüququnu bilirsə, kimsənin onun hüququnu tatlanmağa və ya pozmaya ixtiyarı çatmayacaq, ən azı öz hüquqlarını özünü müdafiə edə biləcəksiniz. Burada xüsusilə konstitusiyamızın 158 maddəsinin bir çox daha önəmli olan maddalarla insanlara, vətəndaşlara verilən hüquq və azadlıqlarına bağlı olan maddalara xüsusilə toxundu. Burada həm təhsil hüququ, həm yaşamaq hüququ və bu kimi maddalar çox gözəl şərh olundu. Məsələn, olur ki, təhsil məktəb illərində yox, öz müstəqil həyatınızda da konstitusiyanın hər bir maddasını bilməyə borcluyum və siz də bunu daim öyrənin və mən çox arzulayıram ki, inşallah gələcəkdə dövlətimiz daha da böyük qüvvətləndikcə, daha da möhkəmləndikcə hər bir vətəndaşımız Azərbaycan Respublikasının konstitusiyasının bizə verdiyi hüquq və azadlıqları öyrənəcək, dərkləyəcək, biləcək və hər birimiz bunu əməl edəcəyiz. Hər birinizə çox təşəkkür edirəm, hər birinizə çox gözəl dəyərli fikirlərinizi görə bir hər konstitusiya günü münasibətlə sizi, müəllimlərinizi və valideynlərinizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Təşəkkür edirəm. Sağ olun.